Misya Jordan'ın yanında əmin üstünə çır-çır çığırdı. Şahbaz! Əli dostunun çır-çır çığırmağını gözün görür, özünün elədiklərin gözünə görükmür. Mən özüm neyləyəm şərəf? Ha! Şahbaz! Şahbaz! Bu şəkilləri mənə gətirib kim göstərdi, hə? Sən göstərib demədin ki, bax gör, Parisdə necə gözəl qızlar var, hə? Bu qızlar, gəlinlər, məclislərdə, yığıncaqlarda, kişilərlə, oğlanlarla bərabər üzü açıq oturub dururlar. Mən heç utancımdan bunu əli dostuna göstərməmişəm. Şərəfsən! Burada nə var axı, hə? Misya Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı. O da çıxardıb mənə verdi ki, apar adaqlarına göstər. Bundan gələsi nə var, hə? Bundan gələsi o var ki, sən bunların havasına yellənib uçursan, polisə getməyi istəyirsən. Şərəfsən! Qoymayacaq. Nə sözləri deyirsən, hə? Mənim ürəyimə bir ox vursaydın bundan yaxşıydı. Sən doğrudan da məndən belə bədi-güman olmuşsan, hə? Axı, mənim ki, sənin tək gözəl yarımlar. Təmiz Parisin qızları qurban olsun sənə. Allah'a sevirsən, bu bazıları bizə az gəl. Səni sevirəm deyən oğlan, Paris'e heç vaxt getməz. Sən heç məni sevir. Şərəflisən. Ata, bir soruş gör axı, mən Parisə niyə gedirəm, hə? Soruş, nə soruş? Heç soruşmaq istəmirəm də. Bilirsən niyə? Nə işim var, hə? Nə işim var soruşum? Çünki mən, Şahbaz, mən səbəbini çox yaxşı bilirəm. Səbəbi bax, bunlardır. Vallahi onlar deyil. Mən Firək dilini öyrəndikdən sonra qayıdıb yenə burada Gürcüstanda xidmət edirəm. Tək sənin ürəyin rahat olsun, şərəflisən. Sənin söylədiklərin bütün tam və fehmin yalandır hamısı. Mən sənə inanmıram, Şahbaz. Bilirsən, əgər qulluq eləmək istəyirsənsə, nə olar ki, yaxın şəhərlərə get, qoy ümidimiz çatsın. Şərəflisən. Axı, bayaq dediyim kimi. Gedərəm, sonra gəlib yenə burada Gürcüstanda xidmət edirəm. Sənin söylədiklərin inandır, Şahbaz.